Hər vaxtınız xeyir. Bəzən imtahanda iştirak edən abituriyentlərimiz sualların həcmindən şikayət edirlər ki, böyük həcmli suallardır, işləməyə vaxt çatmır. Belə sualları görəndə həm imtahanda şagird qorxuya düşür ki, bu sualı mən necə işləyəcəm, cavabı necə çıxaracağam? Həm də böyük sual olanda o qorxu hissi qoymur ki, sualın doğru cavabını tapmış olsun. Çox olmayıb qarşınıza çıxıb ki, məsələn görürsüz ki, normal, bilir, amma ondan daha yaxşı bilən az bal toplayır. Niyə? Çünki birinin test işləmə vərdişi yoxdur, birinin test işləmə vərdişi yaxşıdır. Ona görə də uşaqlar, bilməkdən əlavə test işləmə vərdişiniz də yaxşı olmalıdır. Məsələn, bu sualı gördünüz imtahanda, 6-sını da oxumağa gərək yoxdur. Bunu hazırlıqda siz 6-sını da oxuyun, izah eləyin. Yəni imtahana hazırlıq müddətində. Amma imtahanda başdan sona qədər hamısını oxuyub vaxt itirməyin. Görürəm ki, 3 dənə 5 var variantda. Düzdür? 3, 5 var. Bir də baxıram ki, 3 dənə 3 var. Əgər 5 səhvdirsə, 5-ə çıxsam 3 variant çıxacaq. 3 səhvdirsə, 3-ə çıxsam 3 variantın 3-ündə çıxıram. Belə. Baxıram 5-ə. Əvəzliklərin hər biri müxtəlif məna növündədir deyir. Əvəzliklərin hər biri müxtəlif məna növündədir. Sənin, bu, nəyin? 3 dənə əvəzlik var, 3-ü də şəxs, işarə və sual əvəzliyi. Deməli 5 variantı düzdür. Və bizdən nə istəyir? Yanlış fikir istəyir. Yanlış fikir istəyir, amma 5 düzdür axı. Deməli 5 olan variantları çıxdıq. Gördünüzmü? 5 olan variantlar çıxdı, 2 variantınız qaldı. Ya A olmalıdır, ya D olmalıdır. A'da 6 var, D'də də 6 var. Buna da baxmıram. İndi sizin 4 dənə variantınız qalıb. 1, 2, 3, 4. Get bu 4 variantdan ən rahat bildiyin hansıdırsa onu götür işlə. Gəlin baxaq. 1, 2, 3, 4. Bax, məsələn, 3-ə baxıram. Deyir, işarə əvəzliklərindən biri ismi, digəri sifət əvəz edibdir. Ailə bütün təyin əvəz edib. Bunları bilsə də hey danışır, bəlkə də bizə təskinli vermək üçün deyinirdi. Bizə də şəxs əvəzliyi. Bircə dənə işarə əvəzliyimiz var. Amma burada deyil, işarə əvəzliklərindən biri. Deməli, fikir səhvdir də, bir dənə işarə əvəzliyi var. 3 səhv fikirdirsə, testin doğru cavab variantı olur 2, 3, 6. Gördünüzmü? Yəni, bu 6 cümlədən cəmi 2 cümləni oxudum və testin doğru cavabı çıxdı artıq. Bu belə. Yenə baxmaq istəyirsiniz, bax, uyğun fikirləri istəyir, düzdür? Baxırsınız ki, bax, burada 6 var, düzdürmü? 6 var. Sonra nə var? Baxaq 3 dənə. 3 dənə də 2 var. 6-ya da baxa bilərsən, 2-yə də baxa bilərsən. Ya birinci 6-ya baxaq. Xəbər uzlaşma əlaqəsində asılı tərəfdir. Uşaqlar, uzlaşma əlaqəsi olması üçün mütləq nə olmalıdır o cümlədə? Mübtəda xəbər olmalıdır. Mübtəda xəbər. Oxu bu cümləni gör, mübtəda xəbəri var. Bir də bu cümlənin mübtəda xəbəri varsa ikisində də deməli 6-cı fikir düz fikir olacaq. Çünki xəbər həmişə uzlaşma əlaqəsində asılı tərəf olur. Fikir olaraq düzdür. Çünki mübtəda ilə xəbər uzlaşanda xəbər həmişə asılı tərəf olur. Baxaq görək cümlənin mübtədası varmı? Bu sözlər mənə bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edirdi. Vəd edirdi nə sözlər? Mübtəda xəbər var, deməli buna görə düzdür bu. Keçdik, pəncərənin pərdəsini yellədərək içəri dolan yaz küləyi sanki özü ilə yeni duyğular gətirir. Gətirir nə? Yaz küləyi. Mübtəda xəbər olduğu üçün mübtəda ilə xəbərin uzlaşmasında xəbər həmişə asılı tərəfdir. Deməli 6 düz fikirdir. Sənin variantlarının, doğru fikir istədiyi üçün sənin variantlarının içərisində 6 var və 6 olmayan variantı çıxırsan. Düzdür? 6 olmayan variantı çıxdın. Gedib 4-ə baxa bilərsən, yəni 4 olmasa ikisinə çıxa bilərsən. Ya da indi 1-ə bax, 2-yə bax, düzdürsə onu götürə bilərsən. Ya 3-ə bax. Baxıram, bax 3-ə. Mübtəda cəm şəkilçisi qəbul etmiş isimlə ifadə olunmuşdur. Bax, burada deyir. Bunun mübtədası nədir? Yaz küləyi. Axı, yaz küləyi cəm şəkilçisi qəbul etmiş isim deyil. 3-ü çıxdıq. 3 səhv fikir olduğuna görə 3 variantın cümlədən çıxdıq. 4, 5, 6 ya da 1, 2, 6. Baxıram. Burada baxaq. Söz birləşməsi mübtədanın ifadə vasitəsidir. Mübtədanın ifadə vasitəsi sözlərdir. Sözlər. Söz birləşməsi deyil ki, yox. Biri də çıxdım. Bir də çıxandan sonra cavabın oldu Y variantı. 4, 5, 6. 3 dənə cümlə oxudum, 6 dənə cümlənin yerinə. 3-ünü oxudum, 3-ü cavabda artıq çıxdı. Sonra doğru fikirləri müəyyən edin. Yenə düz fikir istəyir. Bax, görürsünüz, 2 dənə cümlə var. Keçən ildə blok imtahanda düşmüşdü, 2025-də. 2026 blok imtahanda da düşür. Bu suallar qaçınılmaz blokda düşür. Vaxt qazanmaq üçün nə edirsiniz siz? Baxıram ki, variantlarda, tutaq ki, variantlarda 5 variantı çoxdur, ola bilər. Sonra 2 variantı çoxdur, ola bilər. 3 variantı çoxdur, 3 ola bilər. 2, 3, 5. Daha çox olan varianta baxın ki, səhv olsa tez onu çıxanda 3 variantınız birdən geçsin. Çünki sizin məqsədiniz orada vaxt qazanmaqdır və doğrunu yazmaq. İndi baxıram, 5-dən başlamaq istəyirəm. Deyir, şəkilçi qəbul etməmiş isimlər eyni haldadır, deyir. Şəkilçi qəbul etməmiş isimlər eyni haldadır. 5 hansı cümləyə aiddir? İkinci cümləyə. İkinci cümlədə şəkilçi qəbul etməyən isimlərə baxıram. Külək, neft, külək adlı haldadır. Neft qoxusunda da neft girməyin yəri haldadır. Eyni halda deyil deyə 5 səhv fikirdir. 5 səhv olduğu üçün variantlardan tez 5 variantını çıxdım.
5 çıxandan sonra fikir ver, 2 variantım qaldı. 1, 4, 6, 1, 2, 3. Da 1-i gedib mən oxumuram, 1 lazım deyil. 4, 6, 2, 3. Hansını istəsən oxu. Bax gör, bax. Ən rahat gözünə görə hansı görünür bunlardan? Məsələn, bax qısa olan bütün isimlər ümumidir, özü də ortaq fikrə verib. Gör düzdürsə B variantını götür. Səhvdirsə A-nı götür. Hansı nöqsan olsa. Gəl baxaq. Bütün isimlər deyir ümumidir. Bax, qəsəbə ümumi isimdir. İnsan ümumi isimdir, Haykü ümumi isimdir, həyət ümumi isimdir, tonqal ümumi isimdir. Gözə çarpmaq frazeoloji birləşmə. Getdik. Dəniz ümumi isim, külək ümumi isim, sahil ümumi isim, neft ümumi isim, qoxu ümumi isim və s. İsimlərin hamısı ümumi olduğuna görə 3 doğru fikirdir. 3 düz olduğuna görə testin doğru cavabı olacaq 1, 2, 3. Və s. Neçə variant oxudum mən? 5-i oxudum, bir də 3-ü oxudum. Testin doğru cavabı çıxdı. 2 variantla. Görək nə var burada? Bax, 3 variantda var. Sonra 1, 3 variantda var. Düzdürmü? 1-ə başlayayım oxumağa. Çünki 3 variantda çıxa bilərəm də 1 olmasa. Bir də nə deyir? Deyir, nümunəyə aid doğru fikir. Bu nümunəyə aid. Həmcins zərfliklərin iştirak etdiyi sadə cümlədir. Bax, 2 başlı sualdır. Bir səndən həmcins zərfliyi istəyir, bir də sadə cümlə olmasını istəyir. Həmcins zərfliyi olmalıdır və eyni zamanda cümlə sadə cümlə olmalıdır. Bax, gör hansı uyğun deyilsə, çıx getsin onu. Səmanın bir küncündə tək bir ulduz parlayırdı. Bax, fikir ver, parlayan nədir? Ulduz. Parlayan ulduzdur mu? Bəli. Və bu ulduzun işığında hər şey daha sakit, daha dərin görünürdü. Görünürdü nə? Hər şey. Ayrı-ayrı mübtəda xəbər olduğuna görə cümlə mürəkkəb cümlədir. Burada nə deyir? Sadə cümlə. Deməli, bu fikir səhvdir. Səhv olduğuna görə tez birləri variantdan çıxırsan. Düzdür? Çıxdın və 2 variantın qaldı. Ya 2-3-dür, ya 3-4-dür. 3 doğru variant olduğuna görə 3-ə baxmırsan, get ya 2-yə bax, ya 4-ə bax. Hansı sənə rahat gəlir? 4-ə baxaq. Təyinlər söz birləşməsindən ifadə olunmuşdur. Deyir, cümlədəki təyinlər söz birləşməsindən ifadə olunur. Baxaq görək cümləyə. Qadın pəncərədən çölə baxır, təyin yoxdur. Yağış damlaları şüşə üzərində iz saldıqca şirin xatirələr bir film kimi gözlərinin önündən keçirdi. Bax, gözlərinin önündən keçən nədir? Xatirələr. Hansı xatirələr? Şirin. Təyinimiz sözlə ifadə olunub, sadə sifətlə ifadə olunub. Burada da yazıb ki, söz birləşməsi ilə. Deməli, 4 səhv fikirdir. Qarşısına baxın, görün, yuxarıda nə yazıb? Yanlış fikir. 4 səhv olduğuna görə, yanlış olduğuna görə 4-ü götürürəm. Deməli, testimizin doğru cavab variantı nədir? 3 və 4. Və salam. Buradan yanlış, buradan da doğru. 3, 4. 2 dənə fikir oxudum 4 dənə cümlədən. Və doğru cavabımız çıxdı. Sual işarəsinin yerinə hansı söz yazılsa, hər kiçik üçbucaqda verilən 2 fikirdən yalnız biri həmin sözə aid olar. Bax, hər üçbucaqda 2 dənə fikir verilibdir. Bura hansı sözü yaza bilərik ki, bu 2 fikirdən biri aid olmalıdır. Bunu necə tapa bilərik? Onda siz nə edirsiniz? İstənilən bir xanasını götürürəm. Bax, mən bu xanasını götürürəm. Bu xanasını götürdüm. Düzdür? Gör, buradakı 2 fikirdə oxuyuram. Biri sözə aid olmalıdır, biri aid olmalı deyil. Deyir ki, açıq saytlərdən biri dodaqlanandır. Dodaqlanan saytlərimiz o, ö. Baxıram. Burada yoxdur. Bunu çıxdım. Limonadda dodaqlanan sayt var. Deyilişə baxmalı. Limonad yoxdur. Limonadda yoxdur. Çıxdıq. Sonra nəşriyyat yoxdur. Epopeya ayə keçdiyi üçün burada da yoxdur. Operator. Bax, operator. İkincidə bax, bilirsiniz ki, o qalır yerində. Düzdür? Ona görə burada dodaqlanan sayt var. Bax, 1-ə görə 4-ü səhvdir, 1-i düzdür. Düzdür? Keçirəm ikinciyə. Deyilişi ilə yazılışı deyir, fərqlənmir. Bax, fikir ver. Açıq saytlərdən biri dodaqlanan idi. Uyğun deyildi ki buna. Deyilişi ilə yazılışı deyir, fərqlənmir. Amma bunun deyilişi ilə yazılışı fərqlənir. Bu ikisi də buna uyğun deyil. Çıxdıq. Sonra bunun da deyilişi ilə yazılışı fərqlənir. Fərqlənmir deyirsə, ikisi də uyğun deyil. Bunun da deyilişi ilə yazılışı fərqlənir üçün buna uyğun deyil. Gördünüzmü? Deməli, 2 variantımız qaldı. Qərinə, bir də operator. 2 fikir arasında. Eyni 2 samitdən istifadə edilib, bu qərinədə yoxdur. Cingirtili samitlərin sayı kar samitlərin sayından çoxdur. Qərinədə kar samit var? Yox. Deməli, qərinə ola bilməz. Doğru cavab olur B variantı. Operatorda baxın, operator. Eyni 2 samitdən istifadə edilib r-lar, düzdür. Cingirtili samitlərin sayı kar samitlərin sayından çoxdur. Bu səhv fikir olacaq artıq. Çünki 2 cingirtili, 2 kar samit var. Birinə görə düzdür, birinə görə səhvdir. Cavab olur B. Yəni belə işləyin, yoxsa sən qərinəni apar, hamısına uyğunlaşdır. Limonada apar, hamısına uyğunlaşdır, səhv olacaq. Bir dənə xananı tut, hamısına uyğunlaşdır. Gör hansı sözü çıxırsansa və görürsünüz mən 2 söz arasında getdim, gəldim daha çox. Çünki sizin qapalı sualdan qazandığınız vaxt
Yəni seçmə sualları da sərf olunacaq. Çünki onlarda hamısına baxmaq lazımdır. Belə uşaqlar, ümid edirəm faydalı video oldu. Əgər bu tip suallar işləmək istəyirsinizsə və ya deməli şans imtahanına hazırlaşırsınızsa, bilirik ki, vaxtınız az qalıbdır. Bizim onlayn qruplarımıza qoşula bilərsiniz ya da əyani qruplarımıza qoşula bilərsiniz. Az müddətdə həm belə üsullarla, həm də ki, imtahan tipli suallarla sizə kömək etmiş olacağıq. Qoşulmaq üçün 055 597 01 51 nömrəsinə yazıb dərslərimizdə iştirak edə bilərsiniz. Sağ olun.